Salam dostlar. Bugünkü Rəqəmsal Qonaq podkastımızın qonağı Smart Nations platformasının təsisçisi Şəbnəm Məmmədovadır. Salam Şəbnəm xanım. Salam Banu. Bir məktəbli olaraq sizə ünvanlandırmaq istədiyim bəzi suallar var. Buyurun. Şəbnəm xanım, Smart Nations nədir və ümumiyyətlə bu layihəni yaratmaq ideyası necə yarandı? Smart Nation mənim həyatım üçün çox böyük bir fəlsəfədir əslində. Smart Nation mənim uzun illər belə deyək, peşəkar fəaliyyətim boyunca gördüyüm müxtəlif insanların inkişafı ilə bağlı çatışmazlıq hiss etdiyim, boşluq hiss etdiyim məqamlarla bağlı elə bir dəstək platforması yaratmaq istirdim ki, biz yaşdan asılı olmayaraq, yəni 7-dən 77-yə gəncləri, məktəbliləri, artıq oturmuş insanları, fermerləri, yəni biz müxtəlif insanlar qrupundan işləyirik də, onların hər birinə həyatının məhz həmin dönəmində ehtiyac hiss etdiyi inkişaf, yəni dəstək alətini verək. Bu həm müxtəlif mentorluq proqramları idi, həm karyera inkişaf proqramlarıdır, həm startap proqramlarıdır, müxtəlif belə deyək də inkişaf proqramları ola bilər ehtiyaclara görə. Şirkətinizin innovativ layihələri haqqında danışa bilərsinizmi? Dediyim kimi biz müxtəlif qruplarla işləyirik və bu layihələr qruplara görə dəyişir. Müxtəlif layihələr eləmişik uzun illər, son 3-4 il ərzində. İnnovativ sahibkarlığın inkişafı ilə bağlı layihələrimiz var. Gənclərin peşəkar inkişafından bağlı gələcəyin zəkası, işdə bir gün, karyera ilə bağlı yanındayıq, sırf mentorluq proqramları var, hansı ki, insanları mentor kimi inkişafına dəstək verir. Eyni zamanda bilirsiniz, iş dünyası çox sürətlə dəyişir. Yəni çox uzağa getməyim, yəni 10 il deməyəcəm, amma bir 3-4 il qabaq belə ağlımıza gəlməyən yeni peşələr yaranır. Keçən il COP ili idi, yəni COP29 ili idi və yaşıl dünya ilə bağlı müxtəlif sahələri araşdıranda həqiqətən məlum oldu ki, gələcəyin peşələri və bacarıqlar arasında elə peşələr var ki, məsəl üçün yaşıl energetika sahəsində mühəndislər olsun və s. Bunlar hal-hazırda ölkəmizdə ciddi mənada bir, necə deyim, inkişaf etdirilmə potensialı olan sahələrdir də, sırf təhsil sektorunda, amma bununla bağlı ixtisaslaşmış, yəni belə deyək, hələ ki tam istehsalatdan, sırf sənayenin ehtiyacından formalaşan təəssüf ki, proqramlarımız yoxdur. Biz belə ehtiyaclara uyğun müxtəlif proqramlar belə deyək, yaradırıq. Peşəkarların, sırf həmin sahədə olan, illərdir fəaliyyət göstərən mütəxəssislərin və peşəkarların dəstəyi ilə və müxtəlif təşkilatlarla, ehtiyacı olan müxtəlif auditoriyalarla bunu işləyirik. Platformanızın fəaliyyətini araşdırdıqda gələcəyin zəkası layihəsi diqqətimi çox çəkdi. Ümumiyyətlə məktəblərin belə tip layihələrin bir hissəsi olmaq kimi şansı varmı və olduqda hansı texnoloji həllər yarada bilərlər? Əslində çox yaxşı sualdır. Bəli, gələcəyin zəkası keçən il bizim COP ilində bir test olaraq başladığımız proqram idi. Dediyim kimi, hal-hazırda hətta 3-4 il qabaq proqnoz belə etmədiyimiz müxtəlif peşələr var idi, ixtisaslar var ki, yaxın 2030-cu ilə qədər əmək bazarını araşdıranda həmin peşələr həqiqətən çox ciddi mənada ehtiyaclı olan, zərurət olan və çox rəqabət qabiliyyətli olacaq və əmək bazarına ciddi mənada belə deyək də, investisiya olunan sahələr olacaq. Birinin adını çəkdi, məsəl üçün, yaşıl enerji mühəndisi, yeni energetiklər, yeni sırf belə deyək, alternativ enerji ilə bağlı mütəxəssislər, süni intellekt mühəndisləri, hansı ki, ölkəmizdə indi başlayır bu istiqamət. Yəni, yeni sahələr var ki, hansı ki, dünyanın, ölkəmizin və ümumiyyətlə sənayenin inkişaf reallığından bunlar ehtiyac duyulur və biz 4-5 kiber təhlükəsizlik sahəsi var idi aralarında ki, hansı ki, son vaxtlar özünüzdə izləyirsiniz bu müxtəlif baş verən insidentləri, kiber insidentləri. Yəni, biz çox böyük istiqamət götürmədik gələcəyin zəkasında, 4 istiqamət götürdük. Pilot olaraq bir neçə universitetlə işlədik, yoxladıq və sırf layihənin elə ən önəmli tərəflərindən oydu ki, hansı ki, məktəblilər necə qoşula bilərdi və biz proseslərdə hər zaman görürük ki, istənilən layihəmizdə əslində proseslərə məktəb yaşlarından başlamaq lazımdır. Gənclər daha fəal ola bilər, çünki dediyim kimi, beyin çox yüklü deyil. Daim maraqlı ideyalar görə bilirsiniz, daim həvəslisiniz onları səsləndirməyə.
Bununla bağlı o gələcəyin zəkasının o ilkin etapında, yəni məktəblər daha aktiv ola bilər. Siz həm də dövlət qurumlarında layihələrin idarə edilməsi üzrə rəhbər olmusunuz. Oradakı təcrübələrinizlə hal-hazırdakı təcrübələriniz arasında oxşar və fərqli cəhətlər varmı? Çox maraqlı sualdır Banu. Əslində dövlət qurumlarının belə deyək, dövlət qurumunda işləmək istəyir, yəni hansı istiqamətdə işləməkdən asılı olmayaraq da layihə idarə etməsi və s. çox spesifikdir. Çünki bəlli standartlar var, bəlli bir qaydalar var və belə deyək, dövlət qulluqçusunun həll etməli olduğu, dövlət qulluqçusunun tənzimləməli olduğu müəyyən bir çərçivələri var da, yəni bu istənilən fəaliyyət də belədir. Və Smart Nation isə daha çox gənclərin, daha çox belə deyək, biz fərqli baxış bucaqları olan insanları bir araya gətirib dəyər yaratmağa çalışırıq bu platforma üzərindən. Və burada çox maraqlı bir tendensiya var. Biz çox çevikik, yəni. Məsəl üçün hansısa bir layihəni test edirik, pilot olaraq, məsəl üçün adını çəkdiyim bir neçə layihə əslində pilot olaraq başlamışdı, yəni test rejimində başlayırıq. Onlar alınanda biz onu belə deyək də prosesin özünə modifikasiya edə bilirik, yəni dəyişdirə bilirik. Görürük ki, məsəl üçün fermerlərin ehtiyacı bu istiqamətdədir. Hətta layihənin əvvəlində tutaq ki, texniki tapşırıqda bu nüanslar nəzərə alınmamışdısa, layihənin gedişində o cür müəyyən necə deyim, əl gəzdirmələr eləyə bilirik onu, tənzimləyə bilirik onu. Amma dövlət qurumlarında adətən bu cür necə deyim, yanaşmalar uzun-uzun necə deyim də proses çəkir adətən. Çünki adətən hansısa bir prosesi ümumiyyətlə özünü razılaşdırmaq, onun çərçivələrini otuzdurmaq, o bütün aidiyyatı, çünki dövlət qurumunda siz bir təşkilatla işləmirsiniz də, yəni bir komanda, hətta mən uzun illər böyük bir layihələrin rəhbəri olsam da, biz müxtəlif prosesləri qurmaq üçün müxtəlif komandalarla, müxtəlif qurumlarla işləyirik və burada hansısa bir prosesin dəyişməsini bütün bu aidiyyatı tərəflərə ötürmək, onların razılığını almaq və s. biraz daha uzun proses çəkir və o adaptivlik və çeviklik sanki Smart Nation-dakı fəaliyyətdən belə deyək də daha azdır. Amma Smart Nation-da biz daha belə kompakt olduğumuza görə və daha belə gənc komanda olduğumuza görə istənilən prosesi ya alınmadısa, en qədər belə keysimiz olub, səmimi deməliyəm, yəni hər şey alınmaya bilər. Biz onları saxlayırıq və ora səfərbər olan resursları başqa bir layihəyə ötürə bilirik və yaxud nəyisə layihə gedişatında düzəltmə ehtiyacı hiss ediriksə və yaxud nəsə əlavə qatmaq və yaxud hansısa bir element əlavə olunmalıdırsa, biz onu layihə gedişatında çox çevik şəkildə edə bilirik və Smart Nation-ın ümumiyyətlə fəaliyyətində çox bəyəndiyim məsələlərdən biri odur ki, biz resursları belə özümüz tapmalıyıq. Yəni belə deyək, dövlət qurumlarında adətən dövlət büdcəsindən maliyyələşən bir büdcə olur, amma burada həm əslində bir belə deyək də ciddi mənada bir çətinlikdir. Çünki hər zaman siz layihə ideyası varsa, siz layihənin reallaşması üçün pul da tapmalısınız. Şəbnəm xanım, layihələri idarə etmək çətindirmi? Sizin işinizdə sizə ən çox çətinlik törədən nədir? Çətin deməzdim, çünki mən bu prosesdən həzz alıram. Amma ən məsuliyyətli məsələlərdən biri komanda idarə etməsidir. Fərqli keyfiyyətlərə, xarakterlərə, temperamentlərə, reaksiyalara sahib insanları bir amal ətrafında birləşdirmək və məsələlər artıq təkcə pula bağlı deyil, yəni insanları təkcə bir yerdə maaş saxlamır. Çünki indi siz özünüz də indi tələbə olacaqsınız, yavaş-yavaş əmək bazarına daxil olduqca indi özünüz izləyə bilərsiniz, bəlkə yaxınızda, ətrafınızda böyüklərdən. İndi insanları bir yerdə 2 il, 3 il, 4 il saxlamaq bu ciddi mənada bir necə deyim də çətindir, bəli, çətindir. Çünki ora həmin o şəxsləri, ələlxüsus gəncləri bağlayan başqa dəyərlər olmalıdır. Və o mühiti qurmaq, o mühiti yaratmaq, o dəyərləri formalaşdırmaq, o həqiqətən çox məsuliyyətli məsələdir və mən öz təcrübəmdən deyim, gündə yeni insanlarla işləmək çox çətindir. Gündə yeni insanları komandaya almaq. Məsəl üçün, incə o dediyiniz məsələdə ən ciddi məsələ odur ki, dövlət qurumunda işləyəndə sizin əməkdaşınız həm də dövlət qurumunun işçisidir. Amma hansısa bir şirkətin rəhbəri olanda və yaxud bir platformanın rəhbəri olanda
O sadəcə sizin işçinizdir, yəni və onu həmin təşkilata bağlayan həm də sizin dəyərləriniz olmalıdır. Bir məktəbli öz fikrini reallaşdırmaq istəyirsə, onun ilk addımları nə olmalıdır? Yaxşı komanda yoldaşlarınız olmalıdır. Yəni ən önəmli birinci öz ideyanıza həqiqətən inanmalısınız. Yəni təbii ki, müxtəlif fikirlərlə bağlı yanına gedəcəyiniz özünüzdən bəlkə böyük bacı qardaşlarınız olacaq, valideynləriniz olacaq, müəllimləriniz olacaq və s. Amma siz həqiqətən ideyanızın ehtiyacını hiss edirsinizsə, onun hansısa bir ölkədə, dünyada bir məsələnin həll edəcəyini, hansısa bir belə deyək də çatışmazlıq üçün bir fayda yaradacağını, bir həll yaradacağını düşünürsünüzsə, bu ideyanın dalınca mütləq özünüz gedin. Yəni hətta belə deyək, el aləm buna inanmasa belə. Bu təməl şərtdir. Çünki dediyim kimi də Smart Nation-da mən illərlə bu müəyyən fikirləri görürdüm, müəyyən məsələləri müşahidə edirdim. Təbii ki, mənim bu qəti kritik inamım olmasaydı, bu illərlə belə davam edə bilməzdi. Mütləq inam olmalıdır, birinci. Və mütləq sizlə bərabər inanan komanda yoldaşlarınız olmalıdır. Çünki siz bir ideyanı heç vaxt tək axıra qədər darta bilməzsiniz. Darta bilərsiniz 1 ay, 2 ay, 3 ay. Amma bir yerdən sonra yorulacaqsınız. Ona görə mütləq ideyanın reallaşmasına bağlı o tapşırıqları bölüşdüyünüz insanlar olmalıdır və çox yaxşı mentorlarınız olmalıdır. Mentorlar kimlərdir? İndi məktəblərdə bu daha çox müəllimlərdir və yaxud bu sahəni bilən hansısa bir ekspertlər ola bilər, müxtəlif şirkətlərdən bu dəstəyi ala bilərsiniz və s. Yəni mütləq sizə bu istiqamətdə sizə və komandanıza yol verən böyükləriniz olmalıdır. Yəni yol göstərən və s. Və təbii ki, həqiqətən belə deyək də, düşündüyünüz ideya ölkənin reallığında hansısa bir dəyər yarada bilirsə, mütləq yaxşı kontaktlar tapmalısınız. Yəni mütləq yaxşı əlaqələriniz olmalıdır. Azərbaycanda innovativ düşünən məktəblər üçün hansı imkanlar var? Onlar haradan dəstək ala bilərlər? Yəni son illər ümumiyyətlə təhsil sistemində gedən prosesləri izləyəndə çox həqiqətən uğurlu və çox belə məqsədyönlü sırf innovasiyalar sahəsində və ideyaların reallaşmasına bağlı məktəblilərə, tələbələrə kifayət qədər imkanlar yaradılır. Müxtəlif yarışmalar olur, müxtəlif olimpiadalar keçirilir ki, müxtəlif hekatonlar olur ki, onlar öz ideyalarını, ən azından ideyalarını səsləndirə bilsinlər. Çox imkanlar var nə ilə bağlı. Dediyim kimi yarışmalar var. Siz orada özünüzü göstərə bilirsiniz. Bir çox ciddi bir hərəkatın bir parçası olursunuz. O özü də çox fərqli hissdir. Çünki biri var ki, mən oturmuşam bütün günü öz kompüterimdə başımı sallamışam, öz balaca otağımdan dünyaya baxıram. Biri var ki, siz elə yarışmalara çıxırsınız, orada görürsünüz, ilahi, sizin kimi nə qədər ultra ideyası olan fərqli gənclər var, uşaqlar var. Onları dinləyirsiniz, onun ideyasına baxırsınız, öz ideyanıza fərqli bir şey qatırsınız, ya ideyanızı tamamilə dəyişdirirsiniz. Yəni bu əvvəllər yox idi. Bu şəbəkələşmə, həm də axı gənclərin də öz aralarında bu şəbəkələşmə imkanları çox vacibdir. Bunlar son vaxtlar yəni hiss ediləcək qədər çoxdur. Hal-hazırda Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər arası milli hakaton layihəsi keçirilir. Mən və sinif yoldaşlarım bu layihəyə çox böyük həvəslə qatılmışıq. Biz bilmək istəyirdik ki, bu tip layihələr gələcəkdə bizim həyatımıza nə kimi töhfələr göstərəcəklər? Ən birinci fikir sahibi olmağı öyrədir sizə. Yəni ki, fikir sahibi olmaq, ideya sahibi olmaq, yəni proseslərə tənqidi düşüncə ilə baxmaq. Yəni fikir formalaşdırmaq, fikir sahibi olmaq sizə səriştəsi qazandırır və ən önəmli məsələ bunu ifadə etmək. İfadə etmək, komanda ilə birgə işləmək, dünyaya açıq olmaq, izləmək prosesləri ki, harda nə gedir, onu ölkəmizə gətirmək. Yəqin ki, indi həkatona qoşulmusunuz. İdeya axtarışında axtarırsınız da ki, nə maraqlı ideyalar var. İndi hardansa o ideyalara baxırsınız. Düzmü başa düşürəm? Və belə olanda təbii ki, həm də dünya görüşünüz artır, yəni axtarışda olursunuz və ən əsası insanlarla işləməyi öyrənirsiniz. Çünki ideya, məsələn, layihə nədir? Layihənin əsas qayəsi ideyadır. İdeya, layihə odur ki, siz bunu başqalarıyla eləyirsiniz. İnsanlarla necə işləmək olar, necə onlarla dil tapmaq olar. Çünki gələcəkdə özünüz də indi məktəblisiniz, tələbə olanda, əmək bazarına qatılanda görəcəksiniz ki, çox bilikli olmaq bu çox yaxşı bir cəhətdir də insanın reallaşması üçün. Amma insanın biliyi onun həyatdakı uğurunu tam da təmin eləmir.
bu biliyi digər insanlara, bu qabiliyyəti necə ötürməsi, onlara necə ünsiyyət qurması, necə kommunikasiya saxlaması daha vacibdir onun uğurlu özünü reallaşdırması üçün. Bu kimi layihələr, bu hekatonlar, bu müsabiqələr sizi həm də insanlarla necə işləmək, belə deyək, səriştələrinizi artırır. Və son olaraq, məktəblər üçün bir məsləhətiniz varmı? Necə edək ki, biz də belə uğurlu layihələr yarada bilək? İnsanın hər zaman bir hədəfi olmalıdır. Məsələn, Banu 9-cu sinifdə əldə etdiyi nailiyyətlərin üzərinə 10-cu sinifdə əlavə səriştələr qatmalıdır. Yəni əlavə düşünməlidir ki, o ən azı 5 il sonra əmək bazarına daxil olanda hansı xüsusiyyətlərə sahib olmalıdır. Yəni onlara fokus olmalıdır. Şəbnəm xanım, podkastımıza qatıldığınız üçün sizə çox təşəkkür edirəm. İnanıram ki, verdiyiniz cavablar mənim və yoldaşlarımın gələcək həyatına çox yaxşı təsirlər göstərəcək. Çox sağ olun Banu. Mən də sizə, yoldaşlarınız, ümumiyyətlə Azərbaycan gəncliyinə uğurlar arzu edirəm. Çünki hər birimizin uğuru ölkəmizin uğurudur. Belə dəyərli dostlar, əgər bugünkü podkastımızı bəyəndinizsə, Rəqəmsal Bacarıqların səhifəsini izləməyi və bəyənməyi unutmayın.